diplomatik yoldur. Ve fakat biz yayınlarımız devamında hususan Azerbaycan'ın özünün topraklarını azat etülüf meselesini müzakere etkenimiz vakit anlayımız ki işte anda da 30 yıl devamında siyasi diplomatik yol közlendi ve özümüzge de bu meseleden biraz tecrübe çıkarmalımız mı degen suallerini beremiz ve yayınlarımızda bu meseleni müzakere etemiz ki biliyorsunuz Tunev'in 8. noyabr günü Azerbaycan'ın özünün işgal etilgen topraklarına azat etülüvinden bir yıl toldu ve biz yayınlarımızda bu hafta devamında bu meseleni laf etemiz. Aslında Ukrayna bu tecrübeden özü için bir ders çıkarmalı sualini beremiz kelgen musafirlerimizge. Bizler şimdi canlı bağda Azerbaycan'dan siyasetşünas Ali Gacızade var. Kelini sonu selamlayıq. Ali Bey, selamun aleyküm, hayırlı akşamlar. Salam, akşamınız xeyir. Ali Bey, birinciden sizni hayırlayımız. İşte zaferiniz, bir yıllık zaferiniz ile bağlı Azerbaycan'da bu gün nasıl kaydetildi? Çok sağ olun, teşekkür ederim. O zəfərdən sizə də inşallah qismət olsun, Kırım azad olsun, başqa torpaqlar azad olsun. Düz buyurdunuz, bir il keçib bu zəfərdən. Hardasa dünən bütün Bakı küçələri və Azərbaycanın başqa şəhərlərinin, kəndlərinin sokakları da insanlarla doluydu. İnsanlar bayraqlarla çıxmışdılar sokaklara, qeyd edirdilər bu qələbəni. Və təbii Bakıda və Şuşada bir sıra tədbirlər keçirildi, yürüyüşlər oldu, hərbi yürüyüşlər oldu və s. Və indi bu 8 noyabra dair yəni məsələlərdir. Amma ümumilikdə bildiyiniz kimi o işğaldan qurtarılmış ərazilər təxmini 10.000 kvadrat kilometrdən çoxdur. Yəni tamaşaçılarımız daha yaxşı anlasın deyə, məsələn Livan dövləti var, Livan dövlətinin ərazisi kimidir. Və orada demək olar ki, hər şey yıkılıb, hər şey dağıdılıb, hər şey yağmalanıb bu illər ərzində, işğal illər ərzində. Və Azərbaycan indi bunu sıfırdan inşa edir, sıfırdan bərpa edir. Kimdənsə bir kredi almayaraq, bir şey almayaraq. Aslında reintegrasyon bu prosesler şimdi nasıl keti Azerbaycan işgal etilgen topraklarını, Karabağ'ını özünün şimdi himayesine kaytarganından sonra nasıl şekilde anda hayatını kura? Şimdi o məsələləri iki hissəyə biz əslində bölməliyik. Birinci məsələlər işğaldan azad olmuş ərazilər hansında ki bugün Azərbaycan ordusu dayanıb və ikinci Azərbaycanın ümumilikdə 3% ərazisini təşkil edən və Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi ərazi. Birinci haqda danışsaq, yəni Azərbaycan ordusunun olduğu ərazi haqda danışsaq, 11 ay ərzində, hətta 11 aydan biraz az müddət ərzində, məsələn Füzulidə tam çöllü bir ərazidə haçansa minalanmış bir ərazidə Azərbaycan Beynəlxalq Hava Limanı inşa etdi və bu Beynəlxalq Hava Limanı artıq çalışır və uçaqlar qəbul edir. Birinci sərnişinlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan oldu. Digər istiqamətlərdə Azərbaycan Füzuli istiqamətindən Şuşaya bu çox qəliz bir yerdən keçərək zəfər yolu inşa etdi. Digər bütün o işğaldan azad olmuş ərazilərdə hal-hazırda yollar bərpa olunur, elektrik stansiyaları bərpa olunur, elektrik təchizatı bərpa olunur, digər infrastruktur layihələri bərpa olunur. O ki qaldı ikinci əraziyə, yəni Rusiya sülhməramlarının deməli nəzarət elədiyi əraziyə, Rusiya sülhməramlarının olduğu əraziyə, oranın faktiki enerji və su təchizatı Azərbaycanın əlindədir və ona Azərbaycan nəzarət edir. Qaz təchizatı həmçinin Azərbaycanın nəzarətindədir. İndi orada inteqrasiya prosesləri təbii ki daha çətin olacaq, nəinki digər ərazilərdə. Amma biz bu əraziləri azad etmək üçün 25 illik bir yol getmişik. Düşünün, 25 illik bir yol getmişik. Və biz o 3% içində, düzdür 25 il yox, amma 5-7 il yol getməyə hazırıq. Ямына 25 yıllık yol çerçevesini bu istikametini müzakere edecek olsak, Ali Bey, sizin fikrinizce mına 25 yıl içerisinde Azerbaycan bu topraklarının azat edilüğü için nasıl şekilde
hazırlandı ve ne için aynen 25 yıl, ne için aynen 1 yıl evvelsi bu prosesler başladı? Yani ne denişti de aynen 1 yıl evvelsi Karabağ'ın azat edildiğini gördük? Çok güzel sual verdiniz aslında. Çok yaxşı sualdır. 25 il ərzində nə işlər görüldü? Bir, Azərbaycan ordusu tamamilə yenidən yaradıldı. Yani o eski Sovyet prinsipleri vesaire onlardan demək olar ki imtina olundu ve Azərbaycan ordusu yenidən quruldu. Zati məsələləri həll olundu. Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Военно-промышленный kompleks yaradıldı. Azərbaycanda dünyada biz haradan en müasir, en yaşlı silahlar ala biləriksə o silahlar alındı, götürüldü. Və silah alınması bəziləri öyle sanabilir ki, yani Azərbaycanın petrolu var, o yüzden Azərbaycan o silahları alabilir. Senin paran olman hele senin o silahı alabilmen demek değil. Çünkü silah ticareti hem de siyasi meseledir. Sen o silah istehsalçılarıyla, o ülkelerle elə bir əlaqələr qurmalısan ki, onlar o silahları sənə satsınlar. Bakın biz Ukrayna'ya baksak ne görürük? Bugün Avrupa ve Amerika birçok silahları Ukrayna'ya vermir. Özləri deyirlər ki, Ukrayna təcavüzə məruz qalıb, işğala məruz qalıb, ama o silahları vermirlər Ukrayna'ya. Azərbaycan o silahları əldə edə bilir. Ordu quruculuğu, iqtisadi müstəqillik. Çünki Azərbaycanın əlində maddi imkanlar olmasaydı, ordunu yenidən qura bilməzdi. Digər tərəfdən, beynəlxalq aləm içərisində Azərbaycanın dostlarının şəbəkəsinin yaradılması. Çünki sizin pulunuz ola bilər, sizin yaxşı ordunuz ola bilər, amma beynəlxalq aləmdə də bəlli bir dəstəyinizin olması son dərəcədə vacibdir. Və burada Azərbaycanın dostlar şəbəkəsi ki, o şəbəkə iceberg kimi bir şeydir, yəni çox kiçik bir hissəsi üzdədir, çox böyük bir hissəsi altdadır və o da quruldu və bu 20-25 il zaman aldı. 20-25 il zaman aldı. İndi siz sorursanız ki, niyə bəs indi, niyə bəs 2020-ci ildə? Mənim şəxsi fikrim budur ki, regionda yaranmış vəziyyət, dünyada yaranmış vəziyyət və Azərbaycanın bu 25 il ərzində, 20 il ərzində topladığı güc, əldə etdiyi uğur və qurduğu o dostlar şəbəkəsi artıq o nöqtəyə çatmışdı ki, bütün bu vəziyyəti də nəzərə alaraq Azərbaycan hesab etdi ki, məhz indi məqamdır. O gün məhz bugündür və bugün biz bu məsələni həll edə bilərik və Azərbaycan hərəkətə keçdi. Buna dostlar terkibi hakkında laf etkenimiz vakit Azerbaycan'da da bu demek Karabağ meselesi boyunca Minsk anlaşmaları vardı ve anda Frankistan ve Amerika Birleşik Devletleri gibi böyle gayet güçlü ülkeler kirgen edi. Sizin fikrinizce bu iki devletin dahilliği ile ne için bu mesele buna diplomatik seviyede çözülüp olamadı? Bu bildiğiniz kimi bu Minsk grupu var idi. Bilirəm ki, bu Ukrayna istiqamətində də belə bir oxşar bir Minsk grupu var. Burada 3 həmsədr vardı. Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları. Bunların hər birinin bu regionda öz marağı var. Lakin bunların heç birinin marağı bu münaqişəni həll eləmək deyil. Bunların marağı bir status quo yaratmaq idi və bu status quo-nu mümkün olduğu qədər davam etdirmək idi. Nə müharibə olsun, nə sülh olsun. Və bu yolla bunlar hər üçü öz hansı bir məsələlərini həyata keçirsinlər. Ya bu status quo'nu ebedi şekilde devam ettirmek mümkün öyle olsa. Onlardan olsa 50 yıl, 70 yıl. Yani dünya durdukça bunu devam etsinler. Niye göre? Çünkü mesela Ermənistanın xeyrinə həll olsaydı, Fransa ve Amerika düşünebilirdi ki, burada Rusya qalib gəlib. Rusiyanın mövqeyi daha çox təmin olur. Yox, Azərbaycanın xeyrinə həll olsaydı, Rusiya deyə bilərdi ki, yox, burada bizim mövqeyimiz zəifləyib. Ona görə nə hərb, nə sülh vəziyyəti bunlara sərf edirdi. Amma dünya, bizim yaşadığımız dünya, hal-hazır ki 2020-ci il, 2021-ci il, bu dünya artıq eski dünya deyil. Siz Qarabağ müharibəsini xatırlasaz, biz sizinlə tez-tez danışırdıq, yadınızdadır müharibə gedə-gedə bu efirdə. Fransadan çoxlu bəyanatlar gəlirdi ki, ateşi dayandırın, müharibəni dayandırın. Amerikadan bəyanatlar gəlirdi, Rusiyadan bəyanatlar gəlirdi. Lakin Azərbaycan missiyasını bitirməyənə kimi Azərbaycan durmadı. Nədən bu belə oldu? Artıq o dövlətlər müasir dünyada öz nüfuzlarını itirməkdədirlər. Eskidən onlar bir bəyanat verəndə bəzi bir ölkələrin az qala hökumətləri düşərdi.
və ya valyutası düşərdi. Amma indi onların belə bir gücü xoşbəxtlikdən ki qalmayıb. Yəni zəifləyib. Ama sizin fikriniz Kennedy eğer Azerbaycan'ın bir yıllık harpını hatırlayacak olsak ve hareketlerini hatırlayacak olsak Kennedy Şuşan'ı alganından sonra ki bu benim bilgenime göre Azerbaycanlılar için çok mühim böyle tarihi mananı ve emniyetini taşıgan bölgelerden biriydi. Bunu Şuşa'dan sonra da artık Azerbaycan ordusu ketmedi. Yani Xankendini almadı ve anda işte şimdi Rus orduları yerleşmekte. Sizin fikrinizce Azerbaycan'ın şansı var idi mi ileriye gitmeye ve episi topraklarını azat etmeye ve anda Ermenistanlıların Ermeni anklavını kaldırmamağa ya da böyle bir şans yok idi o moment? Baxın, şanslar hər zaman bölünür. Yəni siyasi diplomatik bir şanslar var və hərbi şanslar var. Hərbi şanslara baxsaq, Azərbaycan Xankəndini də ala bilər, İrəvanı da ala bilər, tüm Ermənistanı ala bilər. Heç bir problemsiz hərbi cəhətdən məsələyə baxsaq. Zaten Yerevan Azərbaycan sınırının 55-56 kilometrində yerləşir. Naxçıvan istiqamətindən baxası olsa. Lakin siyasi diplomatik nöqteyi nəzərdən baxası olsa, burada biz nə əldə etdik və hansı risklər yarandı? Bir, biz o noyabrın 9-dan 10-dan keçən gecə bu üç tərəfli saziş var bilirsiniz. Üç tərəfli bəyanat imzalandı. Onun nəticələrinə əsasən Qubadlının bir hissəsini, Zəngilanın bir hissəsini, Laçının böyük bir hissəsini, Kəlbəcəri, Ağdamı biz döyüşsüz aldıq. Yəni ermənilər oradan çıxdılar, getdilər döyüşsüz. Bu nə deməkdir? Ən azı 1500-1800 nəfər insan sağ qaldı. Yəni biz oraları almaq üçün 1500-1800 nəfər bir şəhid verəsi olacaqdı. Biz oraları döyüşsüz aldıq. Bir. İkincisi, bundan öncə də danışıqlarda əgər məsələ həll olunarsa, bu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin oblastının ərazisinə sülhməramlılar yerləşdirilməli idi. Bu hər zaman danışıqlarda olub. Amma bu Şuşanın azad olunması nəticəsində onlar oraya yerləşdirildi, amma onlar bütün ərazini artıq əhatə edə bilmədilər. Çünki orada bir tek Şuşa deyil, Hadrut və Xocavənd rayonunun böyük hissəsi də işğaldan azad olunub və eski o oblastın bütün hissəsinə deyil, yalnız bir hissəsinə bunlar yerləşdiriliblər. Bunun da çox açıq desək iki tərəfi var. Bir, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra erməni tərəfi hardasa 80 nəfər xarici jurnalisti Xankəndidə saxlamışdı. İcazə vermirdilər onlar oranı tərk etsinlər. Onlar orada bir belə deyək, şou yaratmaq istəyirdilər ki, baxın, Azərbaycanlılar gəlirlər Xankəndini alırlar və burada etnik təmizlik aparırlar və s. Yəni dünyaya bunu başqa istiqamətdən təqdim etmək istəyirdilər. Nə qədər paradoksal görsənsə də Rusiya sülhməramlıların orada olması, oraya gəlməsi bizi bu məsələdən xilas etmiş oldu. Sizce buna Ruslar 4 yıldan sonra çıkar mı ondan? Əlbəttə onlar çıxmaq istəməz. Amma əgər qalmaq da istəsələr bunun şərtləri olacaq. Çünki Azərbaycan Moldova deyil və Gürcüstan deyil. Azərbaycan da Moldova və ya Gürcüstanla olduğu kimi davrana bilmirlər və bilməzlər. Əgər onlar ondan çox qalacaqlarsa və ya qalmaq istəyəcəklərsə, məncə ki qalmaq istəyəcəklər, Azərbaycanın da bu istiqamətdə bəzi şərtləri olacaq. Bundan savayı onu da qeyd edim ki, Azərbaycan sülhməramlıların mandatı barədə məsələyə hələ ki razılıq verməyib və o sənədə Azərbaycan tərəfi imza atmayıb. Və sülhməramlıların orada olması indi hal-hazırda bir tek üç tərəfli bəyanatla regulasiya olunur. Yəni Ruslar istəyirlər ki, o mandat müəyyən olunsun və bu mandatda bunların orada qalma müddəti daha çox uzadılsın. Eğer ki bu mesele kotarılsa Türkiye'de özünün ağırlığını koyacak bu meselede, bunu beklemek. Təbii, həm Türkiyə öz ağırlığını qoyacaq, həm də Azərbaycanın bu istiqamətdə əlində kifayət qədər kozurlar var ki, mən demirəm ki, məsələni tam olaraq öz xeyrinə həll etsin, amma bəlli bir Azərbaycana lazım olan məsələləri həll etmək üçün Azərbaycanın əlində kozurlar var. Ve Ali Bey, sonki sualim sizin fikrinizce
ki bizim topraklarımız da işgal etildi. Bundan evvel sizin de kaydetkenizge göre bizde de endi 8 yıldan beri Minsk anlaşmaları degen böyle bir meydan var. Onun çerçevesinde Donbas meselesini çözmek tırışmakta Ukrayna diplomatiyası. Kırım işgal etildi ve anda represiyalar işgalciler tarafından Kırım Tatar halkına devam etti. Bana o'zingizning tecrübenizge bakar ekende sizin fikrinizce Ukrayna problematikası nasıl şekilde çözülmeli, nasıl şekilde çözülebilir? Ukrayna meselesi belədir. Bilirsiniz, benden Ukraynalı dostlarım soruşur ki biz ne zaman həll edə bilərik bu məsələni? Ben de deyirəm ki bu məsələnin çok sade cevabı var bu sualın. Siz haçan istəyəcəksinizsə onda da həll olunacaq məsələ. Nə mənada? Yani bu məsələnin həlli üçün bütün ölkə səfərbər olub işləməlidir. Dövlət, müxalifət, iqtidar, media, NPO hamısı bir istiqamətdə işləməlidir. Və siz o istiqamətdə işlədikdən sonra Avropa məcbur olub sizin bu mövqeyinizlə razılaşacaq. İndi baxın biz nə görürük? Avropa orada qışqırır ki Ukraynaya hücum olub, Ukraynanın ərazisi işğal olunub, amma Ukraynaya kömək eləməyə heç kim tələsmir. Nord Stream bu layihəsini biz gördük. Nord Stream layihəsi, bu Severni Patok deyirlər Ruslar, əslində Ukraynaya qarşı yönəlmiş bir layihədir. Amma biz nə gördük? Avropada buna okey verdilər. Demək ki, Ukrayna həm içəridə işləməlidir, həm bayırda işləməlidir. Neçə ki, Azərbaycan elədi bunu. Azərbaycanın da bu boruları filan çəkiləndə Avropada çox ciddi buna qarşı etirazlar var idi. Gazpromun da təşkil etdiyi etirazlar var idi. Erməni lobbisində təşkil etdiyi etirazlar vardı. Amma Azərbaycan buna baxmayaraq bunun hamısını aşa bildi. Ukrayna bu istiqamətlərdə çox ciddi sürətdə işləməlidir. Çok sağ olun Ali Bey, bizle bağlanğanınız ve suallarımızga cevap bergeniz için büyük teşekkürler. Ali Gacizade, Azerbaycan'dan siyasetçina, siyasi közlemci bizle canlı bağdaydı. Sevgili arkadaşlar, men sizinle sağlıklaşmayın. 5 dakikalık teneffüske geçemiz. Sonra bu studiyada növbeteki misafirimizni selamlayacağız. Görüşkence.